Yoldaşlar salam. Mən Murad müəllim. Gəlin belə bir sualın izahına bax. Maraqlı sual. İlk öncə suala keçməmişdən qabaq biz onu bilməliyik ki, soğudan sonra sifət gəlir, me gəlir, mat gəlir, few və a little və sair hamısı gəlir. Bunları bildik. Saçdan sonra gəlir isim və yaxud da ismi birləşmə. İsmi birləşmənin anlayışında bilirik ki, sifət plus isim. Və eyni zamanda özündən sonra a lot of gələ bilər. Bu qaydanı bildiyimizə görə artıq sualı izah edə bilərik. Keçə bilərik suala. İlk öncə masdan sonra words cəmdə ola bilməz. Bunu bildik. 5 getdi. 5 getdiyinə görə Y variantları getdi. Baxaq. Sosdan sonra a lot of-dan sonra düzdür. 3 düzdür. Soldan sonra sifət plus isim birləşməsi kəlməsi 2-ni də çıxacaq. 2-ni də çıxdığımıza görə A, C variantları gedəcək. Birdən sonra saat, sifət plus isim, yəni ismi birləşmə 1 düzdür. 4-də də eyni qaydada. 5-in səhvi maça görə idi səhv. Cavab olacaq 1, 3, 4, yəni B variantı.